Herkese salam. Bugün erim test toplusundan sadə cümlənin şəxsə görə növlərinə baxırıq. Birinci sual. Cümlənin şəxsə görə növlərinin ardıcıllığını müəyyən edin. Onun rahatlığı yoxdur. Yoxdur. Nə? Onun rahatlığı. Mübtədə varsa müəyyən şəxsi cümlədir. Bura yazırıq 1. Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış o rəngarəng, o qiyməti və silinməz xatirələr. Cümlədə gördüyümüz kimi xəbər yoxdur. Xəbər əsasında yox, mübtədə əsasında formalaşan bir cümlədir. Mübtədə əsasında adlıq cümlələr formalaşır. Buraya yazırıq 5. Deyəsən səninlə də haqq hesabı çürütməyin vaxtı çatıb. Bu cümlədə xəbər var, amma mübtədə yoxdur. Yəni, haqq hesabı çürütməyin vaxtı çatıb, hamısı bir yerdə xəbərdir. Və buna görə də bu cümlə nədir? Şəxsiz cümlədir, mübtədası yoxdur. Xəbər üçüncü şəxsin təkindədir. Olur şəxsiz cümlə. Nə ediblər? Veriblər. Xəbər üçüncü şəxsin cəmindədir. Qarabağ qazilərinin yeni mənzilləri. Bu tamamlıqdır, mübtəda deyil, mübtədəyə bənzəsə də mübtəda deyil. Bu cümlə gördüyünüz kimi bir qrup şəxsə aiddir və eyni zamanda xəbər üçüncü şəxsin cəmində mübtədasız bir cümlədir. Qeyri-müəyyən şəxsi cümlə hesab edilir. Sözü böyüyə, suyu kiçiyə verərlər. Bu da üçüncü şəxsin cəmindədir, amma mübtəda yoxdur və eyni zamanda atalar sözüdür. Atalar sözüdürsə, deməli hər kəsə aiddir. Ona görə də ümumi şəxsi cümlə hesab edilir. İkinci sual biraz da maraqlıdır, biraz çaşdırıcı bir sualdır. Deyir, adlıq cümləni müəyyənləşdirin. Adlıq cümlələrdə bildiyimiz kimi xəbər olmur, cümlə mübtəda əsasında formalaşır. Amma təyin ola bilər. Məsələn, adətən cümlədə təyin və mübtəda biz görürük, amma xəbəri olmur. A-da yazıb ki, əlbəttə anacan. Anacan burada xitabdır, əlbəttə isə modal sözdür. Mübtəda gördüyümüz kimi yoxdur. Bu sayılmadı. Biri, ümumiyyətlə A variantı üzvlənməyən cümlədir. Söz cümlədir. Biri minə bağlıdır, mini də birə. Bağlıdır, xəbərdir burada. Xəbər varsa adlıq cümlə sayılmır. C variantı. D-yə baxaq. Bərəkət 10-dur, neçədir 10-dur. Xəbər var, çıxdı. D və E-də biraz çaşdırıcı ola bilər. İkisi arasında qala bilərsiniz. Zənci dalğın, salon səssiz. İlk baxışda burada xəbər görünmür. Amma əslində dalğındır və səssizdir. Xəbərdir burada. Niyə? Çünki biz bunlara dır xəbərli şəkilçisini artıra bilərik. Zənci dalğındır, salon səssizdir. Sadəcə ixtisar olunub, ellipsis baş verib. Ona görə bu cümlə kim dalğındır? Zənci. Nə səssizdir? Salon. Mübtədası var, xəbəri də var, müəyyən şəxsi cümlədir. Yenə həmin yer, səhərin gözəl mənzərəsi. Burada isə nə yer mübtədadır, səhərin gözəl mənzərəsi də birlikdə mübtədadır. Çünki üçüncü növ təyini söz birləşməsidir. Burada isə xəbər yoxdur, cavabımız olur E variantı. Müəyyən şəxsi və qeyri-müəyyən şəxsi cümlələri müqayisə edin. Onların fərqli cəhətlərini müəyyənləşdirin. Sual intonasiyasına deyilə bilər. Hər ikisi deyilə bilər. Deməli, A ortaq fikirdir. Bizə fərqli fikirlər lazımdır. Xəbəri predikativ sözlə ifadə oluna bilər. Bu fərqli cəhətdir. Nəyə görə? Çünki müəyyən şəxsi cümlələrdə xəbər predikativ sözlə ifadə oluna bilər. Yəni, predikativ sözlər hansılardır? Var, yox, lazım, gərək, bəs, mümkün. Bu kimi sözlər predikativdir və bunlar cəm şəkilçisi qəbul etmirlər. Amma qeyri-müəyyən şəxsi cümlələr üçüncü şəxsin cəmində olur. Cəm şəkilçisi qəbul edirlər, yəni. Predikativlər isə cəm qəbul etmədiyinə görə qeyri-müəyyən şəxsi cümlənin xəbəri ola bilmirlər. Yalnız müəyyən şəxsi cümlənin xəbəri ola bilərlər və bu da fərqli cəhət hesab edilir. İkinci dərəcəli üzvlər iştirak etməyə bilər. Edə də bilər, etməyə də bilər, hər ikisində yəni. Bu ortaq fikirdir. Xəbəri, şəxs, şəxs sonluğu və fikrin şəxs sonluğu qəbul edə bilər. Biz dedik ki, qeyri-müəyyən şəxsi cümlələr cəmdə olur. Üçüncü şəxsin cəmində, isə təkdədir. Birinci şəxsin təkinə aiddir və yalnız müəyyən şəxsi cümləyə aid fikirdir bu. Bizdə iki variantlı, iki seçimli bir testdir. B ilə D-ni tapdığımıza görə cavab C variantıdır. Tərkibində adlıq halda olan söz ola bilər, hər ikisində ola bilər. Şəxsiz və adlıq cümlələri müqayisə edərək onların fərqli cəhətlərini müəyyənləşdirin. Şəxsiz və adlıq cümlələr. Xəbəri olmur. Hansında olmurdu? Adlıq cümlələrdə. Amma şəxsiz cümlələrdə olur. Xəbəri olmursa fərqli cəhət hesab edilir. A variantını biz götürürük. A olmayanları çıxırıq. Burada yoxdur, burada yoxdur. Yalnız qrammatik əsasdan ibarət ola bilər. Qrammatik əsas deyəndə mübtəda və xəbər nəzərdə tutulur. Yalnız mübtəda əsasında əlbəttə adlıq cümlələr ola bilər. Adlıq. Yalnız xəbər əsasında şəxsiz cümlələr ola bilər. Ümumiyyətlə şəxsiz cümlələrdə
mübtəda iştirak eləmir. Adlıq cümlələrdə isə xəbər iştirak eləmir. Yəni qrammatik əsas bölüşmüş oldu. Birində mübtəda, birində xəbər iştirak etmiş oldu və bu da ortaq xüsusiyyət hesab edilir. Bunu çıxdıq biz. Deməli biz B variantını çıxırıq. Çünki ortaq fikirdir. Mübtədası olmur. Hansında olmur? Əlbəttə şəxsi cümlələrdə olmur. Deməli C fərqli cəhətdə, amma adlıq cümlələrdə isə mübtəda olur. Tərkibində zərflik ola bilər. Şəxsi cümlələrdə ola bilər. Çünki şəxsi cümlələrdə xəbər olur və əlbəttə ki, zərflik də ola bilər. Adlıq cümlələrdə xəbər olmur və eyni zamanda hərəkət olmur. Zərflik isə daha çox hərəkət olan yerdə olur, hərəkətlə bağlı olur. Zərflik adlıq cümlələrdə iştirak eləmir, amma şəxsi cümlələrdə iştirak edir. Bu da oldu fərqli xüsusiyyət. Cavab oldu A, C, D. Tərkibində təyin ola bilər, hər ikisində ola bilər.